Bakıda qadın keçmiş sevgilisi tərəfindən bıçaqlı hücuma məruz qalıb. Oxazın xəbərinə görə hadisə ötən gün axşam saatlarında Şərafət Babayevanın mənzilində baş verib. Zərər çəkənin bildirdiyinə görə 3-4 gün əvvəl ayrıldığı sevgilisi Murad Əhmədov onun yaşadığı binanın 6-cı mərtəbəsindəki mənzilinə dəhlizdə yerləşən pəncərədən daxil olub. Şərafət Babayevanın verdiyi məlumata əsasən Murad Əhmədov əvvəlcə 2 saat ərzində mənzilin qapısını döyüb. Qapını aça bilməyəndən sonra isə binanın dəhlizindəki pəncərədən dırmaşaraq evə daxil olub. O, zərər çəkənin telefonunu əlindən almağa çalışıb və mətbəxdən götürdüyü bıçaqla onu hədələyib. Müqavimət zamanı isə qadının əli bıçaqla yaralanıb. Zərər çəkən bildirib ki, Murad Əhmədov babası Oqtay Atakişiyevin Müdafiə Sənayesi Nazirliyində sabiq vəzifəli şəxs olması ilə öyünərək ona qarşı hər hansı tədbirin görülməyəcəyini iddia edib. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır və ictimaiyyətə əlavə məlumat veriləcək.